Armenia and United States adopted troop implementation framework on January 13th. Yanvarın 13-də Ermənistan və Amerika Birləşmiş Ştatları TRIP icra çərçivəsini qəbul etdikdən sonra biz maliyyələşdirmə modelinin müəyyənləşdirilməsi üzərində aktiv işləyirik. Həmçinin Ermənistanda qeydiyyatdan keçməli olan şirkətin necə yaradılacağını planlaşdırırıq. Çox aktiv iş gedir. Paralel olaraq Amerikalı tərəfdaşlarımızla birlikdə mümkün marşrutlar üzrə texniki iqtisadi əsaslandırma da aparırıq. Hansı ki, müxtəlif nəqliyyat xətlərinin hardan keçəcəyini müəyyən edəcək. Bu, əslində Ermənistanda sülh dövründə keçiriləcək ilk seçkilərdir və mən inanıram ki, Ermənistan xalqı sülh gündəliyini tam dəstəkləyir. Bildiyiniz kimi biz artıq Azərbaycandan benzin ixal etməyə başlamışıq. Həmçinin hər iki ölkə qarşılıqlı ticarət üçün mümkün olan məhsulların siyasını mübadilə edib. Ermənistan və Azərbaycandan ixrac oluna biləcək mallar barədə ilkin razılaşmalar və müzakirələr var. Ümid edirəm ki, yekunlaşdıqdan sonra rəsmi açıqlama veriləcək. Ermənistan və Azərbaycan artıq sülh şəraitindədir. Bildiyiniz kimi saziş ilkin şəkildə razılaşdırılıb və biz Azərbaycanlı həmkarlarımızla birlikdə onun imzalanması və yekun ratifikasiyası üzərində işləyəcəyik. Bildiyiniz kimi Ermənistanın Avropa İttifaqı ilə iki mühüm sənədi var. Birincisi 2017-ci ildə imzalanan hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişidir. Eyni zamanda Ermənistan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq gündəliyi qəbul olunur. Bu sənəd qısa, orta və uzun müddətli əməkdaşlıq üçün yeni hədəflər müəyyən edir. Bu faktiki olaraq Ermənistanın Avropa İttifaqı ilə sektorlar üzrə inteqrasiyası üçün yol xəritəsidir və biz bu gündəliyi diqqətlə həyata keçirəcəyik. Ermənistan və Azərbaycan artıq regionda kommunikasiyaların qarşılıqlı əsasda açılması ilə bağlı siyasi öhdəlik götürüb və biz hazırda bu istiqamətdə işləyirik. Bildiyiniz kimi hazırda daxili siyasi vəziyyət kifayət qədər intensivdir və baş nazir bugün parlamentin iclasında iştirak edirdi. Parliamentary session today. Thank you.